Üzürü sayın dostlar, mən eynək taxmışdım ki, bu mənzərəni bir də görməyim. Əslində görürdüm, sadəcə yaxşı görməyim. Əvvəlcə ilk baxışdan mən bunu diskotekaya bənzətdim. Elə bildim diskotekadır. Sonra baxdım ki, yox, diskoteka deyil. Çünki orada müsəlmanların o hər il gedib daşladığı şeytanlar yoxdur. Yəni qızlar yoxdur. Deməli o diskoteka deyil. Sadəcə orada yarıçılpaq kişiləri gördüm. Və anladım ki, bu yəqin ki, hansısa bir dinə aid bir videodur, hansısa bir dinə aid bir məclisdir. Fikirləşdim ki, bəlkə də Yahudi dinidir. Çünki orada rəqs edirlər. O dində səhv eləmirəmsə, rəqs eləmək söhbəti var. Baxdım ki, yox, o da deyil. Çünki onlar paltarı rəqs edirlər. Belə yarıçılpaq rəqs eləmirlər. Fikirləşdim ki, bəlkə buddistlərdir. Sonra dedim ki, yox, buddistlərdə də belə şey yox. Yəni buddizmdə də belə bir şey yoxdur. Orada da ancaq, onlar da ancaq daşlara, taxtalara sitayiş edirlər və daşları öpürlər. Necə ki, bizdə bəziləri gedirlər, daşları öpürlər. Dedim, yəqin onlardır. Amma onlar da deyil. Bu da deyil. Bəs bu hansı məclisdir? Bu hansı dinə aiddir? Bir dənə buna mənə cavab verin, xahiş edirəm ki, bu hansı dinə aiddir? Sonra gördüm ki, yox, deyəsən bu İslam dininə aid bir məclisdir. Fikirləşdim ki, İslamda da belə bir şey yoxdur. Bəs bu hansı dinə aiddir? Hansı dinlə məşğuldurlar bunlar? Nə dininə aid bir məclisdir? Bu, başa düşə bilmədim. Bunun cavabını mənə deyin, xahiş edirəm. Bir də söz deyim, çoxunuz mənə yazırsınız. Qoy elə hamıya bir cavab verməyə mənim vaxtım yoxdur. Sadəcə elə buradan birbaşa cavabınızı verim. Mənə deyirsiniz ki, sən Allaha inanırsan, amma dinə inanmırsan. Bəli, mən Allaha inanıram, amma dinə inanmıram. Çünki dini Allah yaratmayıbdır. Din insanlar tərəfindən yaradılıb. Əgər Allah yaratmış olsaydı, deməli belə çıxır ki, xristianlığı da Allah yaradıbdır, buddizmi də Allah yaradıbdır, Yahudinin də dinini Allah yaradıbdır. Yəni, əgər dinləri Allah yaradıbsa, deməli onlar da Allah yaradıbdır. Və siz niyə onları inkar edirsiniz? Əgər Allah yaradıbsa dinləri. Deməli, belə çıxır ki, dini daha bütün dinləri insanlar yaradıbdır. Yəni, insanlar yaradıblar. Necə ki, bax bu maşını, məsəl üçün, bu oturduğum maşını, Kitaylar yaradıb, Çinlilər yaradıblar. Yəni, Allahın yaratdığı bəndələr yaradıblar bunu. Dini də elə. Allahın yaratdığı bəndələr yaradıblar. Yəni, bu Kitaylar bunu yaradıblar ki, sürmək üçün, dini də yaradıblar ki, dinləri daha doğrusu, kütləni idarə etmək üçün. Sadəcə, mən bir şey maraqlıdır ki, o videodakılar var, ha, onlar görən hansı dinə qulluq edirlər. Ümumiyyətlə, vəbşi bizdə çoxları İslamdan, müsəlmançılıqdan dəm vururlar. Amma and olsun Allahımıza, çoxsunun nə İslamdan, nə müsəlmançılıqdan xəbərləri belə yoxdur. And olsun Allaha bu belədir. Yəni, onlar özlərinə müsəlman deyirlər, amma hansı dinə qulluq edirlər özləri də bilmirlər. Yəni, bunu da bilin. Vallahi bu belədir.